Necəsiz? Yaxşı, siz necəsiz? Yaxşı. Bu ortam xoşuma gəldi. Şəbnəm xanım, biz artıq neçə aydır ki, sizlərlə çəkilişdən öncə söhbət edirik. Bu müxtəlif mövzulardan olur və düşündük ki, niyə bu mövzuları izləyicilərlə də paylaşmayaq? Ona görə də belə bir rubrika yaratdıq, Biz bizə rubrikası və bu gün artıq 3-cü buraxılışını çəkirik. Nə Hı hı. düşünürsüz bu haqqda? Özümü çox rahat hiss edirəm. Bu mövzuları danışmağı çox sevirəm. Məkan, zaman, yer mənim üçün fərqi yoxdur və bunu bir konsept halına gətirdiyinizə görə də sizə təşəkkür edirəm ki, həm bu kamera arxasında danışdığımızı burada daşımış oluruq, həm də daha fərqli fikirləri burada danışıram. Bu gün mən sizin üçün bir mövzu Hı seçmişəm hı. və burdakı fikirləriniz mənə çox Hı maraqlıdır ki, hı. siz bu haqqda nə düşünürsünüz? Hı hı. Birinci sualım budur ki, bu yaxınlarda sosial mediada görmüşdüm bu fikri ki, yeni bir sənin yaranması üçün doğum sancısı çəkməlisən. Çox iddialı bir fikir kimi Hı səslənir. Siz bu hı. haqqda nə düşünürsünüz? Çox doğru və yerində deyilmiş bir sözdür. Ümumiyyətlə doğum sancısı nə üçün baş verir? Gəlin birinci ona baxaq. Zaten yeni bir insanın doğulması üçün baş verir və doğuşla yeni dünya arasında həmişə bir mərhələnin keçdiyini görürük. Yəni ana bətnində bir uşaq yeni bir dünyaya doğulmaq üçün bir mübarizə aparır əslində. Həm ana aparır, həm uşaq aparır. İnsanda həyatın içində bəzən yeni həyata doğulur. Biz ola bilər fiziki olaraq məkan dəyişmirik, amma öz içimizdən yeni bir mən doğulur. Necə ki, təbiətə baxanda, insanın yaranışına baxanda görürük ki, bu proses sadə deyil. Bir neçə etaplardan keçir və bu qurulan sistem də Allah tərəfindən sadə qurulmayıb və təsadüfi də deyil. O zaman mənim də öz içimdən doğuşum sadə olmaya bilər. Həyat məni təkamül elətdirmək üçün, mənə güc qazandırmaq üçün məni silkələyir sanki və bu asan olmur. Yaxınlarımızla sınanırıq, dostlarımızla, ailəmizlə, partnyorla, iş ortamında, ağlınıza gələ biləcək hər kəslə sınana bilərik. Sancılanmaq da budur, ağrı çəkmək budur. Asan deyil. Və biz bunlardan necə çıxırıq? Bundan sonra yeni mən yaranır əslində. Bəs hansı ki, biz artıq həqiqətən dəyişməyə qərar vermişik. Aha. Artıq bütün varlığımızla dəyişmək istəyirik. Ancaq o dediyimiz sancılı mərhələ var. Hansı ki, o sancılı mərhələ artıq bizə ağır gəlməyə Hı başlayır. hı. Çünki biz artıq təkcə bir şeylə sınanmır, eyni anda bir çox şeylə sınanırıq və bugünə kimi qurduğumuz həyata geri çəkilib bir baxırıq, hansı ki, sizin Soul filmində Hı deyirdiniz ya, hı. hə, qıraqdan çəkilib öz həyatınıza baxmaq. Hı Burada hı. öz həyatımıza baxırıq və görürük ki, yəni qurduğumuz sistem əslində doğru deyil və artıq məkan olaraq nə öz içimizdəki məkana sığırıq, nə var olduğumuz məkana sığırıq və sanki əlimiz ayağımıza dolaşıb nə edəcəyimizi bilmirik, nə etməliyik? Tam da böyüməyin işarətləridir bunlar. Baxın, hər şey çox yaxşı gedirsə, orada hələ böyüməkdən söhbət gedə bilməz. Əgər keçmişdə bunu yaşamamısınızsa. Yəni hər kəs həyatında buna bənzər hisslər yaşayır, yaşamalıdır. Nöqtə. Bu qədər iddia edirəm. Hamımızın, xüsusilə bəzi periodlar var həyatımızda. Məsələn, 30-lu yaşa qədərki dövrdə bir sancı dönəmi var. 40-lı yaşın ətrafında bir sancı dönəmi var. Hər etapın özünə uyğun bir növbəti mərhələyə keçid şərtləri var və biz bundan qaça bilmərik. Amma qaçmağa ehtiyac yoxdur. Məsələ burasındadır ki, hər şeylə sınanırsınızsa, tam da o pik nöqtədəsiz. Dəyişimin ən pik nöqtəsindəsiz. Artıq heç bir şeyə dözə bilmirsinizsə, hər şeydən bezmirsinizsə, keçmişdə çox dözdüyünüz, çox əmək verdiyiniz, çox çabaladığınız zamanlar olub demək ki. Artıq dözmə gücünüz biraz azalıb sanki. Bu sizin nə qədər yol qət etdiyinizi göstərir. Əksinə isə mən elə düşünürdüm ki, hansı ki biz artıq dözə bilmiriksə, burada bizdə nəsə mənfi bir şeylər baş verir ki, niyə bu günə kimi dözə bildiyini artıq dözə bilmirsən. Halbuki məsələn, kiçik bir hərəkət belə, əvvəl səni qıcıqlandırmayacaq bir şey belə artıq səni Hı qıcıqlandırmağa, hı. səndə reaksiya yaratmağa başlayır Hı və sən hı. artıq bütün emosiyalar və hissləri pik nöqtədə yaşamağa başlayırsan. Çünki keçmiş təcrübələrin içində qazandığımız yeni duyğular var və bu duyğular yox olmur, bizim bədənimizdə qalır. Bu duyğuları da boşaltmağın yollarını tapmalıyıq. Birincisi, baxış bucağımızı dəyişməliyik. İndiyə qədər yaşadığım hadisələrə, insanlara, məsələn, əgər mən incidilmişəmsə, içimdə o qırğınlıq qalıbsa kiməsə qarşı, elə baxdıqca mən o yükü, o emosiyanı özümlə daşımağa davam edirəm. Amma mən o hadisəyə, o insana rol kimi baxsam, o olmasaydı da mən bu hadisəni yaşayacağam düşüncəsinə gəlsəm, hadisələrə fərqli baxmağa başlayaram və fərqli şərh etməklə ona olan duyğumuzun yükü də, yükün miqdarı da azalır. Çünki biraz da duyğunu artıran şey bizim ona baxış bucağımızdır. Qınadıqca qınayırıq, əsəbləşdikcə əsəbləşirik. Sanki bir şey bəsləyir içəridə bizi. Orada mənimiz əzilib
və o adamın bizim mənimizi əzdiyini düşünürük. Amma mənim bu həyatda əzilməli idi, qırılmalı idi kiminsə əli ilə. O olmasa Fatma olmazdı, Əli olardı. Fərqi yoxdur. Bu mənim sınağımdır, mənə aid bir şeydir. Belə baxdıqca insanlara yüklədiyimiz anlamı da buraxırıq. Həyatda qarşı olan ədalətsizlik hissini də buraxırıq. Özümüzə yüklədiyimiz duyğuları da buraxırıq. Mən insanam və bu keçməli olduğum yol lazım idi sadəcə. Başda bir söz dediniz ki, mən qərara gəlmişəm dəyişim. O qərara gəlməyin özü böyük bir enerjidir. Həqiqətən qərara gəlmisinizsə, inanın ki, sizin dəyişməkdən başqa yolunuz yoxdur. Yəni 50% niyyətin gücüdür və o niyyətə qərara gəlməkdir. Bəs necə edək ki, bu çıxdığımız yolda biz uğurlu olaq? Ümumiyyətlə uğurlu olmaq mənə görə nisbi bir anlayışdır. Kimə görə, nəyə görə uğurlusan? Amma hansı ki, bu öz içimizdəki dəyərlərə uyğun uğurlu olmağı necə burada əldə edək? Biraz uğurlu olmağın daşını buraxmalıyıq. O zaman insan həyatını doğrudan yaşaya bilmir. Əgər mən doğru, dürüst, dəyərlərimə uyğun yaşayıramsa, mənim uğurlu olmama şansım yoxdur. Amma mən uğurlu olmağı çox hədəf halına gətirəndə başqa şeylərdən məhrum oluram. Bu arada mən hədəfi pisləmirəm. Əksinə hədəf insanın həyatda olduğunu hiss elətdirir, insan olduğunu, bu dünyada bir şey etmə gücündə olduğunu göstərir. Amma yaşamağı unutturmadan. O uğur ehtiyacı bizim daha çox gənc yaşımızda olur. Diqqət eləmisinizsə 60-ı keçəndə insanların yaşı və yaxud da hətta qocalar evində intervyu edirlər, deyirlər ki, nə edərdin? Bir daha 30 yaşında olsaydın, 20 yaşında çox insan deyir ki, yaşayardım. Demək ki, biz gənclər biraz uğura da çox anlam yükləyib, biraz az yaşayırıq. Bəlkə də elə uğurluyam, xəbərim yoxdur. Kimə görə, nəyə görə? Bəlkə özümün heç yaxşı tərəflərimi görmürəm. İndi etdiyim məyər uğursuzluqdurmu? Və yaxud da yaxşı, bu uğuru istəyirəmsə, ona necə sakit zehindən gedib çata bilərəm? Necə çabasız, necə daha hüzurlu gedib çata bilərəm? Özümü asmadan, kəsmədən. Bilirsiniz hansı duyğular bizi geri salır? Özümüz haqqında zənn etdiyimiz neqativ fikirlər. Hələ geridəyəm, mənim yaşıdlarım başqa şey eləyir, mən bunu eləyirəm, zamanımı boşa keçirdirəm və s. və ilaxır. Sadəcə bunları düşünmək bütün enerjimizi alır. Düşüncələrimizi dəyişməliyik, baxışımızı dəyişməliyik və uğura bu qədər yapışmamalıyıq. Yəni, nə zamansa biz də bu yaşımıza baxanda deyək ki, yaşadım. O qədər doğru bir məqama toxundunuz ki, xüsusilə də yaşamaq hissəsində. Çünki sanki həyata uğurlardan ibarət baxırıq, bunu tamamladın, digərinə keçməlisən və həqiqətən də yaşamağı unuduruq. Yəni, adicə məsələn, hal-hazırda burdayıq və çox gözəl bir ortamdır. Bu ortamı nə qədər hiss edə bilirik, nə qədər dada bilirik. Bu özü belə əslində yaşamağı, dadmaq deməkdir. Baxın, nə zamansa üstündən illər keçəcək, biz bu çəkiliş gününü xatırlayacağıq və deyəcəyik ki, ay da yadınızda getmişdik. Bax kimi bir yer idi. Biz orada necə hüzurla çəkdik, danışdıq. Əgər o an o bizə xoş gələcəksə, deməli indi o xoş duyğuları burada yaşamalıyıq. Fərqində olmaq lazımdır bunun üçün. Məsələn, mən bura gəlməmişdən öncə daxilən həm yorğun, həm də müəyyən qarışıq fikirlərim var idi. Hansı ki, artıq bizim bu dialoqumuz və bu mühitin təsiri ilə artıq onlar yavaş-yavaş öz yerlərini tapmağa başladılar. Halbuki həqiqətən də həm artıq fiziki olaraq, həm də mənəvi olaraq fikirləşirdim ki, öz içimdəki bu hissləri hara qoymalıyam, necə qoymalıyam? Çünki artıq dolub daşırdılar və bunlar məndə fiziki ağrılara da çevirdilər. Amma sadəcə məsələn bura gəlmək, söhbət etmək, danışmaq və mühitin təsiri əslində bu bizim işimizin bir parçasıdır. Amma bu belə insana bir nöqtədə yaşadığını xatırlayıb, o içindəki bütün hisslərin nə vaxtsa yerini tapacağına inandıra bilir ki, yəni bunlar əbədiyyən səninlə qalmayacaq. Mütləq öz yolunu tapacaqlar. Birincisi, insan təbiətə məxsusdur. Biz təbiətdən uzaq qalmamalıyıq. Sadəcə təbiətə gəlib oturmaq belə bizi rahatlaşdırır. Artıq evdə oturan Xədicə ilə burada bağda, bu ağacların ətrafında, bu ördəklərin yanında oturan, oradan xoruzun səsi gəlir. Onu eşidən Xədicə eyni ola bilməz. Yəni biz təbiətdən uzaq qaldıqca özümüzdən də qopuruq. Və insan nəyə çox fokuslanırsa, onu daha da böyüdür. Ağrımıza, duyğumuza, neqativ hisslərimizə, hadisələrə, özümüzlə barışıq olmamağa, həyatla barışıq olmamağa bunu bəsləyirik. Sizin elə bir 2 dənə bitkiniz var. Biri sizin zərərli bitkinizdir, biri çox gözəl, dekorativ, gül çiçək açan bir gülünüz var. Biz hansını sulamağımız onun böyüməsinə səbəb olacaq. Bunu qərar verməliyik. Biz anlamadan zəhərli gülü çox zaman bitkini suluyuruq. Düşüncələrimizin də çox zaman neqativini böyüdürük, düşünə-düşünə. Amma bunu buraxıb biraz arada, əslində Xədicə nə yaxşı qızdır, necə zəhmətkeş qızdır, yorğundur, amma durur işinə gəlir. Gör nə qədər məsuliyyətli insandır. Məncə Xədicə özündən fəxr eləməlidir. Yəni özümüzə şəfqət göstərəndə həyat gözəlləşir gözümüzdə.
Əksinə isə biz daima özümüzdə hansısa bir mənfilikləri axtarırıq və özümüzü kiminləsə müqayisə edirik. Bayaqkı ilk danışıqlarda maraqlı bir söz də işlətdiniz. Bunun böyümək adlandırdınız, Hı hansı hı. ki, bütün bu periodu. Ümumiyyətlə sizcə böyümək nədir? Hansı ki, məsələn, biz həyatımızın bir dövründə elə bilirik ki, doğrudan böyümüşük, amma sonra baxırsan və yaş aldıqca görürsən ki, sən hələ də böyüməmisən, sən hələ də böyüməyə davam edirsən. Bəs biz nə vaxt böyüyüb bitiririk? Böyümək bitmir. Biz bir enerjiyik insan bədənində və təkamülün bir parçasıyıq. Kosmosun başqa bir ucunda da bir proses baş verir və o da böyüməyə davam edir. Biz bütöv şəkildə kainat olaraq böyüyürük və bu bir təkamül prosesidir. Bunun əvvəli varmı, sonu varmı, bunu deyə bilmərik. Amma prosesin içində öz böyüməyimizi ölçə bilərik. Məsələn, 3 il qabaqki Səbinə ilə indiki Səbinənin fərqi nədir? Dağlar qədər. Və yaxud da Xədicənin 1 il qabaqki Xədicə ilə uzağa getməyib 1 ay qabaqki ilə belə fərq olur. Çünki qəribə bir zamanda yaşayırıq. Acılar daha artıb deyə biz daha sürətli böyüyürük. Bu bizim əslində böyümə sürətimizə təsir edir. 2020-yə qədərki insanlar necə fərqli idi? 20-dən sonra dünyanın gedişatında, gündəmində olan proseslərdən sonra biz necə insan olduq? Acı bizi böyütdü. Amma bu bitibmi? Bitməyib. Və yaxud da biz niyə bilməliyik ki, son nöqtə hansıdır? Yaşayaq da. Və sizcə ancaq bizi kədər böyüdür, yoxsa xoş anlar da bizi böyüdə bilir? Xoş anların fərqindəliyi də bizi böyüdə bilir. Yəni bəzən fərqinə varanda ki, məsələn, nə gözəl andayam. Nə gözəl təbiəti yaratmısan, ay Allah, dediyimiz anda da böyüyürük. İdrak etmə insanı böyüdür. Məncə çox maraqlı söhbət oldu. Təşəkkür Mən bu gün edirəm. çox öyrəndim. Yenidən böyüdüm, biraz da böyüdüm. Və düşünürəm ki, bu əslində izləyicilər üçün də həm maraqlı olacaq, həm də onlar da həm öyrənib, həm də biraz böyüyə biləcəklər. Təşəkkür edirəm, çox sağ olun.